Həcc ziyarəti zamanı zəvvarların bir çoxu Mədinə şəhərində baş çəkir. Bura müsəlmanların ikinci müqəddəs şəhəri hesab olunur. Həzrəti Peyğəmbər Məkkədə İslamı yaymaq missiyasını təmsil etməyə başlayarkən təzyiqlə üzləşdi. Çünki həmin vaxt ondan başqa, Allahdan başqa Allah yoxdur deyən heç kim yox idi. Hər kəs bütlərə sitayiş edir, daşa, ağaca tapınırdılar. O buna görə dəfələrlə döyüldü, daşqalaq edildi. Nəhayət, doğulduğu Məkkə şəhərindən Mədinəyə köç etdi. İslam təqvimi həmin gündən başladı. Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köçərkən ilk dayandığı yer Quba adlanan ərazi olur. Quba məscidindəyik. Bura İslam aləmində cümə namazı qılmaq üçün inşa edilən ilk məsciddir. Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köçərkən Mədinənin 5 kilometr yaxınlığında olan Qubada 14 gün qalmış və burada məscid inşa etdirmişdir. İki qibləli məsciddəyik. Məhəmməd Peyğəmbər namazlarında qiblə olaraq Qüdsdə olan Aqsa məscidinə yönəlirmiş. Məkkədən Mədinəyə köçdükdən sonra isə namaz zamanı qibləsini Kəbə tərəfə çevirib. Bunu görən bəzi səhabələr də namaz sırasında Kəbəyə tərəf yönəliblər. Beləcə, buraya iki qibləli məscid adı verildi. Bura Uhud dağıdır. Burada İslam tarixinin ən önəmli savaşlarından biri baş verib və bura gələn qonaqlara Oxçular Təpəsi və digər tarixi yerlər haqqında məlumat verilir. Uhud dağı Mədinəyə gələnlərin ziyarət etməli olduğu vacib yerlərdən biridir. Bədir savaşından sonra Peyğəmbər tərəfdarları ilə müşrik ordusu arasında ikinci böyük savaş burada olub. Müşriklər intiqam almaq üçün Mədinəyə, Peyğəmbər tərəfdarlarının arxasınca gəlirlər. Peyğəmbər 50 oxçusunu təpənin başında yerləşdirir və xüsusi tapşırıq verir ki, bizim onlara qalib gəldiyimizi, yaxud məğlub olduğumuzu görsəniz belə yerinizdən ayrılmayın. Müşriklərin məğlub olub qaçdığını görən oxçular qənimət, qənimət deyə qışqıraraq aşağı inir və onların buraxıb getdiyi əşyaları toplamağa başlayıblar. Oxçuların yerini dəyişdiyini görən müşriklər geri qayıdaraq onları məğlub edib. Beləliklə qazanılmış bir zəfər əldən verilir. 70 nəfər şəhid olur. Ziyarətçilərin bura gəlməsində məqsəd nəfslərinə hakim ola bilməyib məğlub olan din qardaşlarından dərs almaqdır. Həmin şəhidlər elə burada dəfn edilib. Bura İslam dini uğrunda şəhid olanların yatdığı məkanda Həzrət Həmzə və Məhəmməd Peyğəmbərin 40 sahabəsi burada dəfn edilib və Mədinəyə gələn insanlar mütləq bu qəbristanlığa baş çəkirlər. Şəhərə daxil olan kimi Məhəmməd Peyğəmbərin qəbrinin yerləşdiyi məscidə getdik. Tikintisində Peyğəmbərin özünün də iştirak etdiyi bu məscid Məkkədəki Əl-Hərəm məscidindən sonra ikinci böyük məsciddir. Məscidin genişləndirilməsi işləri hələ də davam etdirilir. Hazırda ərazi 400 min kvadrat metrdir. 10 minarənin hər biri 105 metr hündürlüyündədir. Burada eyni vaxtda 700 mindən çox insan ibadət edə bilər. Biz hazırda Məscid-i Nəbəvidəyik. Bura bütün dünya müsəlmanların gəlib görmək arzusunda olduğu bir yerdir. İstər həcc mövsümü zamanı, istərsə də qeyri vaxtlarda məscidin ərazisi insanlarla dolu olur. Məhəmməd Peyğəmbərin qəbri də bu məscid ərazisində yerləşir. Qəbir bir qədər aralıda yaşıl günbəzin altındadır. Məhəmməd Peyğəmbərin qəbrinin olduğu zalın qapısı səhər saat 7-də və axşam 22:00-da açılır. Sonra isə bağlanır. Axşam saatlarında getsəm də izdihamdan içəri daxil ola bilmədim. Səhərə yaxın saat 4-də məscidə yola düşdüm. Mədinədə qaldığımız otel məscidin yaxınlığındadır. Saat 7-də qapılar açıldı və həmin an böyük izdiham yaşandı. Qəbrin qarşısında hər kəs sağ əlini qaldıraraq Peyğəmbəri salamladı, namaz qıldı, dualar oxudu. Peyğəmbərlər vəfat etdiyi yerdə dəfn edilərlərmiş. Məhəmməd Peyğəmbər də bu evdə yaşayıb və burada da dəfn edilib.
Mədinə şəhəri təmizliyi sərin havası ilə seçilir. Şəhər başdan başa otellərlə dövrəyə alınıb. Burada 700-ə yaxın otel var. Yerlər əplər azdır. Şəhərdə həyat namaz vaxtına görə uyğunlaşdırılıb. Alış-veriş üçün əlverişlidir. Çin malı olsa da buradan hər cür mal almaq mümkündür. Elə ki azan verildi, burada bütün işlər dayanır, mağazalar bağlanır. Büsbütün şəriət qanunları ilə idarə olunan bu ölkədə əgər mağazalar işləyərsə, bu qanunsuz hesab edilir və həmin şəxsləri cərimə gözləyir. Digər şəhərlərdən fərqli olaraq Mədinədə xeyli türk mağazasına, restoranına rast gəlmək mümkündür. Türkiyəlilər burada biznes qura biliblər. Türkiye Konyalıyız. İşte burada tespih, inci, gümüş falan satıyoruz. Hac eşyası, hediyelik eşyalar. İşte gelen hacılara yardım etmeye çalışıyoruz. Azerbaycan'a haca gelirler burada. Burada gümüş çok alırlar, inci alırlar. İnci çok severler aslında. Gümüş hediye büyüklerden alırlar. Zəvarlar Mədinəyə gələrkən həm də hicrət etdiklərini düşünürlər. Dağlıq əraziləri keçdikcə o zaman bunun necə ağır və çətin olduğunu anlayırlar. İndi isə rahat yollar və sərin avtobuslar bunu hiss etdirmir. Məkkədən 450 kilometr uzaqlıqda yerləşən Mədinə İslamın dünyaya yayıldığı şəhərdir.